Musa aleyhisselam geldi deryanın kenarına. Ben İsrail'le bir yerde. Ben İsrail'de ya Musa sen bizi bilerikten ölüme getirmişsen. Musa aleyhisselam diyor inna me'iyye Rabbi sayahdini. Perverdigarım mənləndir ve beni hidayet eləyəcək. Perverdigarım ki mənləndirsə, məni hidayet edəcək. Mən səndən qorxuyorum. Mən qorxum yoxdur ki. Üzülüm yoxdur ki. Siz Allahla onun, Allah da sizləndir. Əgər mümin Allah'tan əlaqəsini kəssə, Allahla rabitə əlaqəsini kəssə, onunla əlaqəsini qurmasa, mömin həmişə məğlub olacaq. Möminin qabiliyyəti Allahın gücündədir. Çünki niyə? Mənəvi enerji etiqada söykənir. O söykənibsə, o da güclü bir dənə qüdrətdir. O güclü qüdrətdən əlaqəni kəsmə. Bəs nəticə biri budur, qardaşlar. Siyonist rejimin suqutu inşallah yaxınlaşır. Allahın izni ilə yaxınlaşır. Müsəlmanların qələbəsinə də bitəcək. Bu xərçəng işi aradan gedəcək. Böyük şeytan da aradan gedəcək və İslam qələbə çalacaq. Bizim fəqət vəzifəmiz bugünkü dünyada ayıq və sayıq olmaq, gedən hadisələri düzgün şəkildə təhlil eləmək, analiz eləmək, boş-boşuna mənasız medialar ki və gecə-gündüz Yahudilərə xidmət edən, Siyonistlərə xidmət edən həmin bu medialar ki var ha, o mediaların onların yaydıqları məlumatları aldanmıyor. Mümkündür bir müddət ola bilər ki, görürsən xəbər boşluğu var. Ona baş verir, nə baş verir? Onda görəcəksən ki, batil dəstələr təzə-təzə fikirlər qoyacaq orada. Onda ehtiyatlı olmalı. Möminlərin ayıq və sayıq, agah və bəsirətli olması bir növ düşmənin qabağında möhkəm dayanmalıdır. Özümüz də ağanın zuhuru üçün hazırlaşmalıyıq. Ay şیر سرخن عربستان و زیر شهر خون به سر مظهر